Sabahınız xeyir. Deməli, dünənki vlogumda gecə baxım rutinimi etdim. Bugün də oyandım, mütləq əgər dünən retinol istifadə eləmişəmsə, üzərindən üz yuma jeli ilə yumalı. Normalda səhər baxım rutinimdə sadəcə su ilə yuyuram üzümü. Üz yuma jeli istifadə eləmirəm. Amma əgər retinol istifadə eləmişəmsə, mütləq o qalıntılar getməlidir. Ona görə üz yuma jeli istifadə eləmək lazımdır. Ama fikir verin necə parıldayır üzüm, hiss edirsiniz. Yəni bu hamısı o sandviç metodu ilə nəmləndirici və retinolun işidir. Anneciğim ben gözlürdüm bayaktan. Hı? Gözlürdüm mamanı. Bir dənə cümlə var. Stres olmamaq üçün getdiyim pilatesə gecikməmək üçün stres eləyirəm. Hal-hazırda birazcık hızlı hazırlanmalıyam. Yəni gecikməmək üçün. Ona görə də makyajımı eləyib sizə göstərəcəm. Kombini bərabər seçərik. Mənim artıq pilates dərsi sadəcə mən pilates kimi gəlməyəm. Çünki pilates müəllimimlə çox yaxın hiss edirəm. Enerji olaraq yaxşı hiss olduğunu düşünürəm və mən sanki rəfiqəmlə görüşə gedirəmmiş kimi hiss edirəm. Yəni double qız enerjisi verir də mənə. Həm spor eləyəcəyim üçün, həm də mənə görə fitnessdən daha rahat bir spordur. Ona görə də o məni motive eləyir hər səhər getməyə. Nəinki ağırlıqlı bir sporda. Həm də ki, dediyim kimi, trenerimi də çox istəyirəm deyənə. Xoşum gəlir getməkdən hər səhər. Hər səhər deyil, təbii ki, həftədə 2 dəfə gedirəm. Qaşlarımı düzəltdim. Baxın, həm içində oturdum, həm də formasını qəşəng taradım. Bu arada düşündüm, nə rəng geyinəcəyimə qərar verdim. Bugün qırmızı geyinəcəm pilatesə. Ona görə də makyajımın qalan hissəsini ona görə tamamlamalıyam.
Bronzlaşdırdım. Baxın, çox da belə abartı olmayan bir bronzluq oldu. Ümumiyyətlə bu saç rənginə çox yaraşdırıram mən bronzluğu. Ona görə də bol-bol istifadə edə bilirəm. Qarada bu qədər istifadə edə bilmirdim. Qarada üzünə qədər ağ qalsa, bu qədər daha qəşəng görünürdü sanki. Bronzluğum bu qədər. İndi kapatıcı əlavə eləyəcəm. Mən Flormar istifadə edirəm kapatıcı olaraq. Amma NYX'inkini də demək istəyirəm. Bu bir tık daha mənə quru gəlir. 2 dənə pıt qoyuram belə və bunu yayıram. Bir dənə də pıt alnıma qoyuram bəzən. Oranın da ağ olmasını sevirəm. T bölgəsinin daha ağ olmasını sevirəm mən. Sonuç belə alındı. İndi gəlin qırmızı rujun tonunu seçək. Hər nə qədər desəm də ki, hızlandırılmış şəkildə hazırlanıb axırda sizə makyajı göstərəcəm. Dözə bilmədim, danışdım çünki danışmağı çox sevirəm. Özəlliklə də sizlə. Var, waterproof deyə keçir. Amma rəngiyə görə nə qırmızı deyil, nə pəmbə deyil. Daha nar çiçəyimsi bir rəng. Düşünürəm ki, yaraşar. Bütün odağı çərçivələyəcəm, sonra içəriyə doğru yayacağım. Bu rəngi nadirən istifadə edirəm, amma bəyəndim yəni. Düşünürəm ki, Biolis'in nömrə falan heç bir fikrim yoxdur. Hə, 305. 305, no 305 waterproof lip pencil. Beauty Girl diye bir markada. Biolis değilmiş bu arada. Her şey seçtim. Siz niye səhv dedim? Biolis Gratis'in öz markasıdır. Beauty Girl Eve'nin öz markasıdır. Ben muhtemelen bunu Eve'den almışam. Ona göre Beauty Girl 305. Düzü sizdən soruşa bilmirəm. Kaşki soruşa bilsəydim. Bu şortla ya bu kropu ya da bu kropu giyinəcəm. Amma hələ bilmirəm hansını giyinəcəm. Hazır açdım. Qırmızı giyindim. Gedək. İndi 5 dəqiqədən sonra çatmalıyam artıq. Ümid edirəm gecikmərəm. Arada sizin üçün çəkəcəm. Biz deməli bu günləri göç idarəsinə getdik. Evlilik sənədimizi təsdiqlədik. Və bugün ancaq sənəd işlərinə məşğul olmuşuq. İstədim bunda kadrlara əlavə edeyim. Amma Alanyada da sənəd işlərlə məşğul olmaq belə gözükür. Yəni günəşli havada, çiçəkli, böcəkli şəhərdə gezirsən, işlərini həll edirsən. Bu
uykum. Ağ və qırmızı Bəxtiyarın kombininə uyğun. İndi nömrəmizin yenilənməsi lazımdır. Yəni müqaviləsinin yenilənməsi lazımdır. Ora gedəcəyik. Fiksərə. Bileklik var, bir bileklik var mesela. Ben nasıl diyorum? Bileklik kim diyorsun? Ben bilekli kim diyorum. Gerçekten nasıl olması gerekiyor? Bileklik. Hangisi daha tatlı? Bileklik kim? Bilekli kim?